Salam, hər vaxtınız xeyir dostlar. Yeni videoda hamınızı xoş gördük. Bugünkü mövzumuz ordumuzun aldığı deyilən T-38 stilet hava hücumundan müdafiə sistemidir. Belə ki, 2014-cü ildə həm Azərbaycan mediasında, həm xarici mediada belə bir xəbər yayıldı ki, Azərbaycan Belarusiyadan T-38 stilet alıb. O vaxtdan bəri də bunu Belarusiya tərəfi bir neçə dəfə qeyd edib. Hətta Belarus prezidenti Aleksandr Lukashenko da qeyd edib ki, biz Azərbaycana T-38 sistemini satmışıq. Lakin ortada bunu təsdiq edəcək heç bir şey yoxdur. Nə Azərbaycan rəsmilərinin verdiyi məlumat, nə də ki bir görüntü. Üstəlik də bunun tam əksi Hərbi Hava Qüvvələrimizin keçmiş komandanı Ramiz Tahirov qeyd etmişdi ki, bizim bu sistemi almaq fikrimiz yoxdur. Amma Belarusiya tərəfi isə bu sistemi ölkəmizə satdığını bildirir. Yəni anlayacağınız Belarusiya deyir satmışıq, bizimkilər isə deyir almamışıq. Bilmirəm bu sistem OSA ilə qarışdırılır. O vaxtlar ordumuzun OSAlarda modernizasiya olunmuşdu. Bəlkə buna görə OSA'nın yerinə stilet deyilir. Yoxsa hava hücumundan müdafiə qüvvələrimiz test etmək üçün az sayda aldı bəyənmədi. Bəzi mənbələr 2 ədəd deyir, bəzi mənbələr 20 ədəd deyir. Ordumuzun silahlanmasında olsa biz bu sistemi görərdik. Təlimlərdə, paradlarda, eləcə də müharibədə. Amma ortada belə bir sistem yoxdur. T-38 stilet qısa mənzilli hava hücumundan müdafiə sistemi olub, Sovet istehsalı olan OSA-nın təkmilləşdirilmiş versiyasıdır. Bu sistem Belarusiyanın T-Trader şirkəti tərəfindən hazırlanıb. Modernizasiya proqramı çərçivəsində sistemin həm radarı təkmilləşdirilib, həm yeni raketdən istifadə imkanı qazandırılıb və həmçinin şassi dəyişdirilib. Bu sistem həm OSA-nın öz raketlərindən istifadə edə bilir və həmçinin T-382 raketi ilə təchiz olunub. Bu raket Ukraynanın Luts Dizayn bürosu tərəfindən hazırlandığı deyilir. T-382 boosterlı kiçik ölçülü bir raketdir. Raketin arxasında gördüyünüz o balona oxşayan şey boosterdır. Booster xarici ilkin sürətləndirici mühərrikdir. Booster raket buraxıcıdan çıxdığı anda işə düşür və raketə itələmə gücü verərək onun yüksək sürətə çatmasını təmin edir. Enerjisi bitdikdən sonra raketdən ayrılır. Bundan sonra raket boosterın qazandırdığı kinetik enerji ilə davam edir. Bəlli bir məsafəyə qədər, məsələn yarım məsafəyə qədər. İkinci mərhələdə isə raketin daxili mühərriki işə düşür və sürətdən düşən raketə yenidən itələmə gücü verərək yenidən güc qazandırır. T-382 raketinin atəş məsafəsi 20 km, atəş hündürlüyü 25 metrdən 10 km-ə qədərdir. Vurulan hədəflərin maksimal sürəti isə saniyədə 900 metrdir. Sistemin aşkarlama radarı 5 km yüksəklikdə olan hədəfləri 40 km, 50 metr yüksəklikdə olan hədəfləri isə 27 km məsafədən aşkarlaya bilir və eyni anda 48 hədəfi aşkarlaya bilir. İzləmə radarı isə 28 km məsafədə hədəfləri izləyə bilir. Sistemin tərkibinə daxil olan elektro-optik sistem isə televiziya vasitəsilə MiG-29 kimi hədəfləri 30 km, termal görüntüləmə vasitəsilə 35 km məsafədə aşkarlaya, müvafiq olaraq 20-22 km məsafələrdə izləyə bilir. Sistemin həmçinin şassi də dəyişib. Köhnə Vaz 5937 şassi yeni MZKT 6922 şassi ilə əvəz olunub. Bu sistemin hazırlanmasından çox uzun vaxt keçsə də, indiyə qədər heç bir ordudan tələb görmədi. Bildiyim qədərilə Belarusiyanın öz ordusunda da yoxdur. Sadəcə bizim hava hücumundan müdafiə qüvvələrinin arsenalında olduğu deyilir, amma ortada bir şey yoxdur.